Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz daima olaraq bu psixoloji xəstəliklər haqqında o qədər suallar gəlir ki, bir gün çatdırıb yaza da bilmirsən. Düşünsən nəyi? Obsession, kompulsiv pozuntu 3. Yaxud 4-ü də 5-i də növbəti videoroliklərdə, video çəkişlərdə gələcək. Baxırsan ki, bu adam daima olaraq dodağın altını təkrar edir. Yaxud evdən çıxır 10 dəfə, az qalsın qazın yanında yoxlayır. Yaxud işığın söndürülməməsi ilə, tokun çıxılması ilə, əlini daima qalıbsan, baxırsan sən tualetdə hamamdan çıxa bilmir. Çıx da burada, bəsdir da, xəstəsən sən. Artıq beyinə o ağır söz yeriləndən sonra 3. Sən dəlisən, sən gitsən, sən xəstəsən. Beyin faktorunda belə bir timsalı deyəndə, timsalı nəyi? Yəni, bütöv olaraq, anlayış olaraq bir ifadə nəzərdə tutulur ki, o şeyə ağır təsir olunanda fizikaya bənzəyir. Bu, ondan sən uzaqlaşırsan, çəkim qüvvəsi ilə. Ki, artıq sən dəlisən, sən boynu var ki, sən dəlisən. Yetər, bəsdir. Və artıq o şeydən də çıxa bilirsən. Yox, əgər bu da çarə etmirsə, bu da səni pis vəziyyətdən, səni pis olduğun nöqtədən çıxarda bilmirsən, artıq sən su ilə təmasdasan, sən tikli olduğu bir dəfə, 2 dəfə beynə yeritməlisən ki, və nəticədə artıq təmizliyə səni vadar edə bilməyəcək. Yaxud işıq qaz olsun, bir dəfə çıxanda qaldı, çək telefona, yolda bax ki, artıq söndürmüsən. Və 1-2 dəfə belə olduğu halda artıq ona da ehtiyac qalmayacaq və nəticə etibarından şuur dərk eləyəcək ki, artıq sönülüdür. Və bundan da əlavə, dodağın altına təkrar edən olur, sayım falan, bir sıra ifadələr olur ki, bu da beyni məzgul edicidir. Beyinə onlarla yox, məsələn, iş müsahibəsi gelirsən, masada kitabları sayacaqsan, 10 dənə yoxsa 20 dənə kitab var, sən xəstəsən, sən bu nədir? İmtihana girmirsən və beyinə həmin mövzuları, imtihanın suallarını beyinə yeritməklə onları təkrar edə bilərsən, amma bu imtihan sessiyasıdır. Amma onu yox. Yəni, beyni daima məşğul edən lazımdır. Müsbət və mənfi şeylərlə yox. Bu qədər. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər mesaj verməsi məlumat verə bilərlər.